Hər vaxtınız xeyir, podkastlarımız davam edir idman mövzusunda və bugün idmanın tamamilə fərqli, vacib, maraqlı, bir çoxlarınızın bilmədiyi sahəsinə toxunacağıq. Futbol və idman ümumilikdə bu iki sahə ilə bağlı xüsusi belə deyək, məqamlardan biri. Əslində bir sahə sayılsa da, idman sayılsa da hər ikisi təbii ki, bəllidir futbol və idmanı niyə ayırmağımız. Bu sahədə olan bizim podkastlarımızda da ümumiyyətlə bir çox yerlərdə danışılan bəlli mövzular var. Həm media, həm azarkeşlər, həm idmançıların istədiyi, toxunduğu mövzular var. Media, marketinq, populyarlaşmaq. Biz buna futbolda stadionlarımızın, tribunalarımızın, oyunların dolu tribunalar önündə keçirilməsi kimi baxırıq. Digər idman növlərində vəziyyət fərqlidir və bu böyük, bu əslində çox ciddi, çox vacib olan işdən danışacağıq. Bu sahədə Azərbaycanda bir nömrə və tək olan, belə deyək, IQ Sport Media və Marketinq Agentliyinin direktoru Rüstəm Allaferdiyev qonağımdır. Rüstəm, xoş gördük. Xoş gördük. Mən də təşəkkür edirəm. Çox vacib bir mövzudur. Bugün biz indi podkastda tam səmimi danışırıq. IQ Sportun burada təqdim olunması və IQ Sport deyil mövzu əslində. Çox ciddi bir problemin, bir məsələnin müzakirəsidir və bu mənada fikirlərim bizim üçün maraqlıdır. Artıq bu yaxınlarda 1 yaşınızı səhv etmirəmsə qeyd etdiniz. Bir müddət əvvəl, yəqin ki, bu işə başlayanda hər şey tamam başqa cür görünürdü, amma bir il sonra bəzi reallıqlar var ki, onunla tanışsın. Ümumilikdə bu mövzuda vəziyyət necədir bazarda? Yəni bir il ərzində əslində, yəni belə deyək də, təsəvvür edirik, bilirdik. Yəni idman marketinqin içərisində olduğumuza görə müəyyən qədər problemlərdən xəbərimiz var idi. Amma daha çox futbolun marketinq tərəfində idik və problemləri bilirdik ki, təxminləri, amma agentliyi açanda da, açmamışdan qabaq da fikirləşirdik ki, bizi hansı çətinliklər gözləyə bilər. Bu barədə çox düşünürdük. Düzdür, qarşımıza qoyduğumuz hədəfləri belə deyək, artıqlaması ilə həyata keçirdik. Amma o dediyimiz maneələr, o dediyimiz problemlər olmasaydı, bəlkə də daha yaxşı ola bilərdi, daha belə deyək də, gözəl işlər ortaya qoya bilərdik. Təəssüfləndiyimiz tərəflərdir təbii ki, o çətinliklər, amma bu günləri idman marketinqində, bu gün idmanın PR-ında, idmanın sponsorların cəlb olunmasında, əlavə maliyyə yerlərinin, əlavə maliyyə fondlarının formalaşmasındakı əsas problemlər hələ də davam eləyir və bu fondların formalaşdırılmasında, idmançıların, futbol klublarının, digər idman növlərinin PR-ında çox böyük problemlər var və bu problemlərin də ortadan qaldırılması üçün fikrimcə həm bürokratik, həm digər məsələlər həll olunmalıdır ki, daha yaxşı şəkildə inkişaf etdirə bilək. Rüstəm, özün də qeyd etdiyin kimi çox həddindən artıq çox çətinliklər və problemlər var, reallıqlar var. Məsələn, idmançılar bunu istəyirmi? Bir sualdır. Buna ehtiyac varmı? Bir sualdır. İnsanlara bunu, sponsorlara bunu təqdim edir. Hamısı öz-özlüyündə sualdır. İstəyirəm onları bir neçə yerə bölək və başlayaq. Əvvəlcə bunun, mən belə düşünürəm ki, bir mədəniyyəti formalaşmalıdır və ilk işlərinizdən biri, yəni bugün bunu açsın və başladığım kimi rahat deyilsiniz də. Bu mədəniyyətin formalaşması üçün nə çatır, nə çatmır və belə deyək, pozitiv məqamlar varmı? Əslində kimsə deyirsə ki, Azərbaycanda reklam bazarı yoxdur. Yəni bu fikirlə mən hal-hazırda razı deyiləm ki, Azərbaycanda reklam bazarı var. Sadəcə burada problem, yəni idmandakı problem nədən qaynaqlanır? İdman marketinqinin bizim ölkədə populyar olmaması, şirkətlərin CEO və marketinq menecerlərinin idman marketinqindən necə yararlana bilərlər, bu idman kütləsindən necə yararlana bilərlər, öz məhsullarının nümayiş olunmasında, öz məhsullarının tanınmasında, öz məhsullarının satışlarının artırılmasında necə istifadə edə bilərlər? Bununla bağlı bilirlərsə də o qədər də maraqlı deyillər və yaxud da bizim ölkədə idman marketinqinin inkişaf etməməsinin də səbəbləri ola bilər. Amma bugün dünyaya baxdığımızda bugün idman marketinqi dünya iqtisadiyyatında böyük bir paya sahibdir. Yəni bu məsələni durub internetdə belə araşdırsaz görərsiniz ki, dünya idman marketinqində dövr eləyən pul dövriyyəsi ilk 20-likdə gedir. Burada silah alveri var, bir çox məsələlər deyə bilər, neft satışı var və bütün bu dövriyyə içərisində idman marketinqində dövr eləyən pul da var.
və bu böyük bir kütlədir və istər-istəməz bu günləri idman marketinqində biz danışanda yadımıza düşən yalnız belə deyək, idman kutuların sponsorluğu deyil, daha çox futbol klublarının, daha çox basketbol klublarının və yaxud hansısa turnirin sponsorluğu ola bilər. Bu məsələlər daha çox gündəmə gəlir, amma artıq getdikcə biz baxırıq ki, idmançıların şəxsi reklam olunması, yəni idmançıların şəxsi PR olunması və bundan gəlirlərin artması dünyada artıq tendensiya daha da çoxalır və Azərbaycan burada geri qalırmı? Çox geriyə qalırıq. Adi qonşu Gürcüstanla misal üçün bu yaxınlarda bizim Gürcüstan səfərimiz vardı. Biz orada da bu məsələni oradakı partnyor şirkətimizlə çox müzakirə elədik. Onlar orada daha rahat işləyirlər, nəinki biz burada. Bir çox futbolçuların, bir çox tanınmış Gürcüstan idmançılarının orada PR-ı ilə məşğuldurlar və o idmançılara sponsor tapmaqda heç bir çətinlik çəkmirlər. Amma bizdə isə biraz yox, çox böyük problemlər var. Bunu biz hər gün şirkətlərlə görüşürük, şirkət CEO-larına, şirkətin marketinq menecerlərinə, idman marketinqinin üstünlüklərindən, idman marketinqindən necə istifadə edə bilərlər. Bu istiqamətdə onlarla danışıqlar aparırıq. Eləsi var ki, qəbul eləyir, eləsi var ki, qəbul eləmir. Əslində baxanda xarici şirkətlərlə daha rahat şəkildə işləyə bilirik. Məsəl üçün burada fəaliyyət göstərən Türkiyə şirkətlərilə daha rahat şəkildə işləyə bilirik. Amma yerli şirkətlər olsun, yerli şirkətlərdə işləyən marketinq menecerlər olsun, çox təəssüf ki, məsələlərə biraz başqa tərəfdən yanaşırlar və buna görə də problemlərlə üzləşirik. Çox maraqlı fikirlərim var Rüstəm. Buradan yola çıxaraq soruşacağım suallardan biri Azərbaycanda futboldan danışsaq, Premyer Liqada hazırda olan klubları götürək də. İndi aşağı liqalarda vəziyyət bəllidir. Özün də Neftçidə işləmisən, bir çox bu cəmiyyəmizdən olan insanlar səni yaxşı tanıyır. Neftçidə bu işlərdə hansı işləri görməklə bağlı. Klublarımızda bu mənada hansı problemlər var? Sanki klublar, bilməm, bəlkə də mənə elə gəlir, xüsusilə böyük klublar marketinq mövzularına çox da ciddi diqqət ayırmırlarmı və yaxud da bunu öz sadəcə bir işçi götürmək kimi görürlər, agentliklərlə işləmirlər. Ümumiyyətlə bununla bağlı bir analiz aparmısınız? Ya belə analizlərimiz olub, təbii ki var, indi də davam eləyir. Bu günləri elə klublardan birinin bir nəfərlə söhbətimiz gedirdi, bu barədə müzakirə elədik. Misal üçün artıq bütün dünyada klublar əvvəllər işçiləri götürüb işlədirdilərsə, artıq belə deyək də bu şəkildə agentliklər vasitəsilə işləyirlər, agentliklərlə işləyirlər və daha peşəkar şəkildə iş qurulur. Tutaq ki, bu işçi 1 işçi, 2 işçi, 3 işçi, bu işçinin işə gəlib getmə məsələsi var, onun qidalandırma məsələsi var, əmək haqqı məsələsi var, texniki ehtiyaclar məsələsi var və bunu birbaşa agentliklə danışırlar, daha yaxşı, daha uyğun qiymətə agentliklər vasitəsilə görürlər və bu bizim ölkəyə, yəni hal-hazırdakı vəziyyətlə tutaq ki, son 3 ildəki vəziyyəti müzakirəsi çox böyük fərq var. Bəli, bu günlər klublarımız artıq yavaş-yavaş başa düşürlər ki, əlavə maliyyə dayaqları formalaşdırılmalıdır və bunun üçün də marketinqə diqqət etməlidirlər. Hamısı edilmir, xeyr, hamısı etmir. Amma maraq formalaşmağa başlayıbdır. Bu günləri həm böyük klublarımız bu istiqamətdə müəyyən addımlar atırlar, həm kiçik klublarımız. Amma burada çatışmayan cəhətlər nədir? Böyük klublarımız, mən bunlara hörmətlə yanaşıram. Marka dəyərini böyük tutub fikirləşirlər ki, mən misal üçün Qarabağam, mən Neftçiyəm, mən yalnız bu məbləğlərdəki sponsorluqlara gedərəm. Amma ortalığa misal üçün sponsor gəlir, deyir, hansı кейsin var, tutaq ki, sən filan şirkətlə işləmirsən, sponsor oldu, bunun qarşılığında sən ona nə vermirsən? Biz ortalığa bir şey çıxarda bilmirik. Yəni klublar ortalığa bir şey çıxarda bilmirik. Misal üçün Qarabağ deyə bilər ki, mən yalnız Avrokuboklar vaxtı stadiona bu qədər insan gətirə bilirəm. Digər klublarımızda o cümlədir. Amma yerli çempionatda baxdıqda azarkeşlər gəlmir tribunalara. Klublar özləri kommersiya layihələri fikirləşməlidirlər ki, mən bunu misal üçün hansısa bir sponsora sata bilim. Bu istiqamətdə fikirləşmək lazımdır. Tutaq ki, bu günləri artıq futbolda əvvəl marketinqdə azarkeş məsələsi var idisə, tutaq ki, stadiona gələn azarkeşin sayı məsələsi var idisə, bu gün artıq şirkətlərə maraqlı olan, klublarda olan datadır maraqlı. Azarkeşlərin data məlumatlarıdır ki, klublar bunu hansı şəkildə istifadə edə bilirlər. Artıq bütün dünya klubları özlərinin azarkeşlərinin datalarını formalaşdırırlar. Yəni bir şirkət onlara gəlib sponsorluqla bağlı müraciət edəndə onun qarşılığında onlar deyir ki, tutaq ki, mənim 1 milyon azarkeşim var, 1 milyon azarkeşin 500 mininin məndə məlumatı var. Bu harda yaşayır, əlaqə vasitələri nədir, ailəlidirsə, uşağı var,
məktəbə gedir, bağçaya gedir, aylıq gəliri təxminən nə qədərdir və bunun istiqamətində markalar maraqlı olurlar ki, klubla əməkdaşlıq eləsinlər. Çünki dediyim kimi ümumiyyətlə sponsorluqda da markalar iki məqsəd görürlər. Ya markasını daha da tanıtmaq, markanı insanların belə deyək də beynində saxlamaq, ya da ki sponsorluq nəticəsində hansısa bir gəlir əldə etmək. Bu gəlir əldə etmək üçün də bir çox şirkətlər bu gün misal üçün 90% şirkət gəlir əldə etmək. Bu günləri deyir ki, bura 1 manat yatırıramsa, bunun qarşılığında 2 manat qazanmalıyam. Yəni bu məsələyə yanaşırlar və digər məsələlər var ki, bu günləri çox danışılacaq bu məsələ ilə bağlı. Bu yaxınlarda biz bir şirkət var idi, onunla görüşdük və klublardan birinə sponsor getdilər. Ona dedim ki, tutaq ki, sən digital media nə qədər pul xərcləyirsən? Dedi ki, ayda 10.000 manat digital reklama pul verirəm. Dedim, okey, gəl belə bir şey eləyək. Şamaxı futbol klubuna sən sponsor get. Təxminən ayda 5.000 manatlıq sənin rasxoduvu mən azalda bilərik də, yəni belə deyək, təklif elədik. Dedi ki, necə olacaq? Dedim, Şamaxı futbol klubunun müəyyən bir sosial media izləyicisi var. Bu izləyici ilə sənə belə deyək də, bu 5.000-i buradan qarşılayacaqsan. Üstəlik ki, oyunları canlı yayımlanır. Sən CBC Sport kanalında reklam vermək istəyirsən, amma oyunlar vaxtı bunlar bannerlərini orada göstərəcək. Tutaq ki, 60 dəqiqəyə yaxın sənin bannerini göstərəcək və bunun maliyyə çevirdikdə sən baxacaqsan ki, sən verdiyin Şamaxı futbol klubuna verdiyin pulun qarşılığında sən daha çox reklam eləmiş oldun. Məhsulu, markavı daha çox reklam etmiş oldu. Bu şəkildə şirkətlərə izah edəndə razılaşırlar və buna doğru gedirlər. Təbii ki, burada problem yəni onda formalaşır ki, bunu gedib onlara danışmalısan, izah etməlisən, nəticəni verməlisən. Bizim klublarda da problem onda olur ki, sponsor gəlir və sponsorun qarşılığında siz onlara yəni belə deyək, rapor şəklində heç nə verə bilmirsən. Bu baxımdan yanaşmaq lazım. Tutaq ki, biz Neftçidə işlədiyimiz dövr ərzində biz də müəyyən qədər oxuyurduq, araşdırırdıq. Tutaq ki, Türk Hava Yolları kimi şirkətlə işləyirdik. O şirkət məsəl üçün Barcelona, Manchester United-la işləyibdi, Türkiyənin böyük klublarla işləyir. Onlarla hansı şəkildə işləyirlər, necə işləyirlər, raportlar necə hazırlanır, onların maraq dairəsi nədir, hədəfləri nədir, nəyə çatmaq istəyirlər. Bunlarla bağlı onlarla danışanda biz də bu günləri vaxtilə də deyilir ki, Türk Hava Yolları Neftçiyə sponsor oldu. Bu sponsorun qarşılığında Türk Hava Yolları nə qazandı? Mən özüm klub nümayəndəsi olaraq Türk Hava Yollarının buradakı satış menecerinə sual vermişdim. O demişdi ki, mən Neftçi ilə əməkdaşlıq dövrümdə Azərbaycanda satış rekordu vurdum. Çox maraqlı. Bəs təkliflər vaxtı onlara nə cəlbedici görünmüşdü? Yəni təbii ki, burada belə deyək də, o vaxtki klub rəhbərliyindən İdarə Müşahidə Şurasında Zaur müəllimin Türkiyədəki fəaliyyəti müəyyən qədər bir dəstək olmuşdu, amma şəxsi nüfuzu önəmli rol olmuşdu. Bunu dana bilmərik ki, o cür markanı Azərbaycana gətirmək çox çətindir. Amma təbii ki, bundan sonraki növbəti etapda bizim onlarla gedib orada görüşməyimiz, onlara biz bunu eləyəcəyik, onlara hazırladığımız təklif diqqətlərini cəlb eləmişdi ki, onlar davamlı olaraq, məsəl üçün, onlar bir il şəxsi nüfuz belə deyək də 1 il, 2 il sənə dəstək ola bilərdi. Amma növbəti illərdə artıq biz onlara iş qoyurduq, iş verirdik, nəticə göstərirdik və onlar da maraqlı olurlar ki, Azərbaycan bazarında qala bilsinlər. Çox maraqlıdır. Qeyd etdiyimiz kimi çox geniş mövzudur. Biz klublardan danışdıq. İdmançılarla bağlı hansı problemlər, pozitiv, neqativlər var, bunu deyəcəksən yəqin. Bir də belə konkret sual verəcək olsam, sponsorlar idmançılarla işləməyə maraqlıdırmı? Bu gün yəni tendensiyaya baxsaq görərik ki, artıq influencer marketinq belə deyək də geniş inkişaf edibdir. Düzdür, son dövrlərdəki dövlət qərarları əksinə, yəni gecikmiş qərarlardır belə deyim. Biraz bu məsələlərə çox böyük sual doğurdu. İdmançıların belə deyim, show biznes nümayəndəsi olsun və yaxud da kimsə yemək bişirir və bunu sosial mediada paylaşır və bununla böyük izləyici kütləsi var və markalar gedib həmin insanlarla əməkdaşlıq etməkdə maraqlıdırlar və gedib onlarla daha çox üstünlük verirlər. Amma onlara izah etdikdə ki, belə bir idmançı var, bunun bu qədər izləyicisi var və bunun misal üçün bu markanı nümayiş elətdirsə, göstərsə, daha çox sənin markava güvən formalaşa bilər və bunun əsasında sən daha çox istəyivə çata bilərsən və real, orqanik olaraq izləyicilərdə hansısa idmançının elə bir şeyə ehtiyacı yoxdur ki, hesab edirəm ki, getsin, bot yığsın, eləsin. Bir də bu ölkəni təmsil edir, bu həm də sənin bir sosial layihən ola bilər, sən hansısa bir idmançıya sponsorluq eləyirsən.
deyim ki, rahatdır, yox, rahat deyil. Biz əməkdaşlıq etdiyimiz idmançılar var. Bununla bağlı biz markalarla görüşürük, onlara təqdimatlar edirik, idmançılar haqqında məlumat veririk. Hal-hazırda, yəni ürəkaçan vəziyyətdə deyil. Məsəl üçün, yenə deyəcəm, Gürcüstanda bu məsələ, yəni Gürcüstanda Türkiyədən məlumatımız var idi. Türkiyədə bizim işlədiyimiz bir partnyor şirkət var. Həmin şirkət orada çox rahat işləyir. Biz fikirləşdik ki, Gürcüstan bizə daha bənzər, daha yaxın ola bilər. Gedək Gürcüstanda da bu sualı mən verdim. Bizim oradakı partnyor o dedi ki, biz də burada rahat şəkildə işləyirik. Misal üçün bizim bir oyunçumuz falan markanın simasıdır, bir idmançımız falan markanın simasıdır və bunu gördükdə, yəni təbii ki, digər markalarda da maraq formalaşmağa başlayır ki, o idmançıdan filan şirkətlə müqaviləsi bitsəydi, mən gedərdim, onunla əməkdaşlıq eləyərdim. Və bu məsələlər var. Bir digər məsələlər deyə bilərəm ki, tutaq ki, idmanın belə deyək də, kütləviləşməsi məsələsi çox vacib bir məsələdir. Mən bu məsələni bir dəfə İdman Nazirinin bir nümayəndəsi ilə görüşdükdə demişdim, Olimpiyada qabağı biz özümüz aramızda danışanda biz ona sizə danışmışdım bu məsələni. Dedim, bizim idmançılar gedir Olimpiyadaya, Olimpiyadanın başlamasına 100 gün qalmışdı. Dedim, onlar gəlin düşək aşağı, yoldan keçən insanlardan soruşaq ki, Olimpiyadaya gedəcək idmançılarımızdan kimləri tanıyırsınız? Maksimum 1-2 idmançının adını çəkəcək, bilən adamlardır. Ya burada belə deyək də, biz bu günlər yəni Bakı şəhərində gəzirik, Bakı şəhərində yetəri qədər reklam yerləri var. Biz harda son vaxtlar yadınıza düşür ki, hansısa idmançının posterini görmüsünüz, hansısa idmançının uğurlu, misal üçün bu reklam olunubdur, posteri yerləşdirib, insanlar onu görüblər, markalar onu görüblər. Misal bir mini futbol federasiyasından danışırdıq. Bu günləri gündəmdə olan mövzudur. Mini futbol komandamızın dünya çempionu olması, buradan fürsətdən istifadə edib onları da təbrik edirik. Dedim ki, bu sizin üçün bir fürsətdir. Bu sizin üçün bir fürsətdir. Sponsorlar cəlb eləyəsiniz və bu uğurunuzu daha çox böyük kütləyə çatdırmaq üçün çalışın, özünüz də bunun üçün bir pul xərcləyin. Reklamlarınızı verin, outdoor reklamlardan istifadə edin, mollardakı reklam yerlərindən istifadə edin. Qoyun, bunu özünüzü markalaşdırın, mini futbolu markalaşdırın. Markalaşdıra bilsəz, sizin növbəti etapda, belə deyək də, maliyyə problemləri yaşamayacaqsınız. Əlinizə düşmüş bir fürsətdə istifadə edin. Yəni, bu günləri, tutaq ki, Qarabağ futbol klubu, Avrokuboklarda bizi uğurla təmsil edirlər, tutaq ki, amma yalnız Avrokuboklar dövründə, oyun günlərində biraz gündəmdə olurlar. Hansı dövrdə, belə deyək də, istifadə olunur. Azərsunun markasıdır, Azərsun şirkətinin futbol klubudur, amma futbol klubundan Azərsun heç bir markasında idmançılarda o qədər də geniş istifadə edə bilmir. Çox maraqlı məsələdir. Ümumiyyətlə, bu Qarabağla bağlı insanlarda da çox maraq doğurur. Həm də futbolçuları çox məşhurdur. İndi bizim dilimizdən desək, sən marketinq dilinə yəqin ki, başqa cür görsən bunu. Klub çox məşhurdur, amma sanki ümumiyyətlə bundan istifadə etmirlər, etmək istəmirlər. Yəni, Qarabağın öz bu konsepsiyası var və mən konsepsiyanla bağlı müzakirəmiz də oldu. Hörmətlə yanaşıram, markalarının bir dəyər formalaşdırıblar. Yəni, bu günləri Qarabağ futbol klubu istəsə ki, marketingdən daha çox pul qazansın, hesab edirəm ki, çox yaxşı da pul qazana bilərlər. Deyək ki, bunda o qədər də maraqlı deyirlər və müəyyən özləri üçün bir minimum sərhəd formalaşdırıblar. Amma reallığa baxanda Azərbaycanda bu istiqamətdə, belə deyək də, bazarın dəyərini, bazarda o qiyməti verə biləcək şirkətlərin sayı çox azdır. Yəni, bugün götürdükdə tək-tük şirkət deyə bilərik ki, Azərbaycanda onlar marketing illik büdcəsi 1 milyon manatdır. Tək-tük şirkət adı çəkə bilər ki, Azərbaycanda marketinqə, sponsorluq, yəni marketinq böyük anlayışdır. Sponsorluğa maksimum 200 min pul ayıra bilərlər, 300 min pul ayıra bilərlər. Yəni digər məsələ təbii ki, bu marka məhsul təqdimatı ola bilər, radioda reklam ola bilər, televiziyada reklam ola bilər. Bunların büdcələrini çıxdıqdan sonra yerdə misal üçün 200 min qala bilər. Adi bir misal çəkimsə, dünənləri bir dənə şirkətin marketinq meneceri ilə görüşmüşdük. İstehsal müəssisəsidir. Azərbaycanın ən böyük istehsal yerlərindən biridir. Deyir ki, mən idmanla bağlı, yəni daha çox görüşmüşdük. Deyir, bizim planlarımızda idmana dəstək vermək yoxdur. Deyirəm ki, bəs sizin nə layihələriniz var da, yəni marketing meneceri olun, nə planlaşdırılmış bilmək olar. Deyirək, korporativ sosial məsuliyyət layihələri olaraq 2 məqsəd qoymuşuq. Bir, ekologiya ilə bağlı hansısa bir layihə eləmək istəyirik. İkincisi, təhsillə bağlı. Dedim, əla, bunu necə siz
fikirləşmisiniz. Deyir, indi layihə fikirləşir ki, necə edə bilərik. Dedim ki, bəs bəlkə siz hansısa tutaq ki, bir futbol klubumuza və yaxud da digər idman növlərimizdən, federasiyalardan birinə sponsor olasınız. Bunun vasitəsilə ekoloji bir tədbir keçirəsiniz. Bunun vasitəsilə təhsil məsələsini qabardasınız. Daha çox səs-küy formalaşdıra bilərsiniz də. Deyir ki, ağla batan fikirdir, deyir. Okey. Onun fikirləşmək olar. Bu istiqamət deyir, bizə bir layihə verin ki, tutaq ki, mən futbol klublarından hansının sponsoru olsam və bunun nəticəsində mən hansı ekoloji layihə həyata keçirə bilərəm. Çox Mən ona da misal gətirdim. Dedim ki, mən Bakı Şəhər Universitetinin bu yaxınlarda qurtarmışam, MBA oxudum orada. Dedim, mövzularımızdan biri davamlılıq idi. Yəni istehsalda davamlılıq bu günləri belə deyək də, COP-dan sonra da bizim ölkədə də ən böyük, geniş yayılmış məsələlərdən biridir. Dedim, mənim mövzularımdan biri, mən seçdim idmanda futbol klubları bu məsələyə necə yanaşır. Yəni mən fikirləşmirdim ki, mən bu qədər кейslər tapa biləcəm və dəhşətli dərəcədə кейslər tapdım və sunum hazırladım, təqdim elədim. Bu gün dünyada Türkiyədə olsun, İngiltərədə olsun, Norveçdə olsun, Rusiyada olsun, çox böyük futbol klubları ilə markalar işləyərək çox böyük layihələrə imza atırlar. Həm havanın çirklənməsi ilə bağlı, həm suyun çirklənməsi ilə bağlı. Kütlə hara gəlir, stadionlara gəlir, idman qurğularına gəlir. Misal, bir çox, hər bir ailədə uşaqlar demək olar ki, 90% hansısa bir idman növü ilə yazdırılmışıq da, bir idman növü ilə məşğul. Bu şahmat da ola bilər, bu üzgüçülük də ola bilər, bu futbol da, digər idman növləri də ola bilər. Və onların üzərinə getməklə biz daha çox ekoloji məsələləri qabarda bilərik. Böyük bir kütlə var, idmanda böyük bir kütlə var və bu kütlə ilə siz istifadə edib daha böyük auditoriyaya çıxa bilərsiniz layihənizi. Sistem okey, gedib nə edəcəksiniz? Uzaq başa gedəcəksiniz, bir yeri təmizləyəcəksiniz, ağac əkəcəksiniz, deyəcəksiniz ekoloji haç, belə deyək də, layihə həyata keçirdik. Bunun altı yoxdur, yəni bunun bünövrəsi yoxdur. Çox maraqlıdır. Bayaq biz klublarımızdan danışdıq, oradan bu sual yadımdaydı, qısaca soruşum. Milli komanda ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə bu sahə mütəxəssis kimi o görülən işləri bəyənirsən, məsələn, oyun ərəfəsində, oyun günlərində sanki milli komandamızdan da yaxşı istifadə olunmur, yaxud da maraq varmı, sponsor marağı belədir? Yəni milli komandanın təbii ki, son dövrlərdəki nəticələri istər-istəməz milli komanda bir brenddir, bir markadır, bunun bir marka ağırlığı var və təbii ki, biz bunu hansı dərəcədə reklam eləyirik, hansı dərəcədə biz bunu insanlara çatdırırıq və insanlar milli komanda hansı dərəcədə sevir. Məsəl, yenə nümunə gətirəcəm Gürcüstanda belə bir problem var. Bizdən fərqli olaraq, bizimlə onlar arasında olan fərqdir. Bizdə futbol klubları daha çox öndədirlər, daha çox nailiyyət qazanırlar. Gürcüstanda isə milli komanda. Məsəl üçün Gürcüstanda problem yaşayırlar, tutaq ki, Dinamo Tbilisi komandası Avrokuboklarda oynasa da stadionu doldura bilmirlər. Yerli çempionatda azarkeşlərlə bağlı problem yaşayırlar. Onlarda bu problem var. Amma Avrokuboklar vaxtı deyir, yenə də biz doldura bilmirik stadionlara, insanları gətirə bilmirik. Amma milli komandanın o biletləri satışa çıxanda deyir 2 saatın içərisində bütün biletlər satılır. Gürcüstanda biraz fərqli konsepsiya. Bizdə isə milli komandanın nəticələrindən doğan yəqin ki bir keysdir ki, biraz markaların diqqətini cəlb eləmək baxımından problem yaşayırıq. Yenə də burada federasiyanın indi yeni strategiyası qəbul olunubdur. O strategiya icraya başlayandan sonra nə işlər görəcəklər çox maraqlıdır. Biz də izləyirik ki, hansı marketinq addımları atılacaq, hansı işlər görüləcək. Bu çox maraqlıdır ki, bunu hansı şəkildə formalaşdıracaqlar. Bu futbolun bu günlər biz deyirik, hamımız hara getsək görürük ki, insanlar futbola baxırlar, futbolu izləyirlər. Amma statistika ortaya çıxarsaq, yerli futbolu sevən insan, izləyən insan sayı çox azdır. Yəni federasiya ilk növbədə bu istiqamətdə fikirləşməlidir ki, mən bu kütləni necə artırım? Milli çempionatın markalaşması ilə bağlı hansı işlər görüm? Yerli klubların markalaşması ilə bağlı hansı işlər görüm? Futbolla hamı məşğuldur. Hara gedirsiniz, stadionlardır bu dəqiqə Bakıda, insanlar, uşaqlar, nə qədər desəz futbol məktəbləri var. Hansı səviyyədədir bu artıq texniki məsələlərdir, amma bunun futbolun kütləviləşməsi, markalaşması, milli komandanın markalaşması bu artıq digər belə deyək də strateji bir addımdır. Yer gəlmişkən
ən belə deyək də, biz bayaq dedik bir ənənə yaradılmalıdır idmançılarda falan ki, təəssürat olsun bununla bağlı. Məsələn, son bir illik fəaliyyətinizdə təbii ki, bu mövzuda da sizə ümumiyyətlə istənilən insana bir iş başlayırsa müəyyən bir vaxt lazımdır. Hələlik ən uğurlu, ən belə sevindiyiniz geri dönüşlər olan layihə hansı idmançı üzərindəndir? Daha çox bu dəqiqə bizim ən uğurlu idmançımız Lamiyə xanımdır, paralimpiya çempionumuz. Yəni belə deyək, markaların maraq dairəsində olan idmançıdır və digər cavan idmançılar var ki, onlar da diqqət cəlb eləyirlər. Bundan başqa futbolçulardan Emin Mahmudovu deyə bilərik ki, hər zaman bütün markaların hörmətlə yanaşdığı və əməkdaşlıq etmək istədiyi idmançılardan biridir. Qara Qarayev olsun. İndi digər gənc idmançılar var ki, onların üzərində işləyir. Onların daha çox belə deyək də sosial media səhifələrinin daha peşəkar şəkildə idarə olunması, medianın münasibətlərdə, açıqlamalarında daha diqqətli olmaları, ictimaiyyət qarşısına çıxanda geyim tərzləri olsun, görünüşləri olsun, bu məsələlər üzərində daha çox işləyir. Onu belə deyək də, hələ ki biz yetişdiririk. İndi bunun növbəti mərhələdə bunun satış məsələsi var, gəlir məsələsi var. Bu məsələ isə artıq növbəti addımlar olacaqdır. Bir də təbii ki, bayaq qeyd etdiyimiz kimi bu məsələnin insanlara, şirkətlərə çatdırılması məsələsidir ki, siz bunlardan istifadə edə bilərsiniz. Öz markanızın tanıtılmasında, hansısa bir event təşkil edəndə qonaq kimi dəvət olunmasında siz istifadə edə bilərsiniz və bu məsələnin belə deyək də çatdırılma məsələsi var. Biz hal-hazırda bunu şirkətlərlə görüşəndə dedik ki, siz bunu edə bilərsiniz, bunu edə bilərsiniz, bunu edə bilərsiniz və daha böyük effekt formalaşdıra bilərsiniz. Bugün Emin Mahmudov olsun, Qara Qarayev olsun və yaxud da ki, güləkçilərimiz olsun, digər uğurlu idmançılarımız olsun. Onların böyük bir kütləsi var. İnsanlar üçün maraqlıdır o insan hansı telefon işlədir, hansı maşın sürür, hansı markadan paltar geyinir. Yəni, bu çox maraqlıdır insanlar üçün. Hansı restorana gedir, bu insanlar üçün çox maraqlıdır. Yəni, bunu markalar bilsə, dərk eləsə ki, mən bunun dalınca gedim, bunlardan istifadə edeyim, onda belə deyək də artıq bazar formalaşa biləcək. Çox maraqlıdır. Bax, buradan elə yola çıxaraq, həm də idmançılar da biraz bu mövzularda əvvəl təbii ki, ənənə olmayıb, federasiyalar, klublar da işləməyib və s. Amma idmançıların özündə də yəqin ki, hansısa problemlər olur. Yəni, özlərinin məşhurlaşması olsun, kütləsinin artması olsun. Bu istiqamətdə hansı problemləri yaşayırsınız və yaxud da iş modeli necədir? Yəni, əslində problemin digər tərəfi, yəni problem, hər tərəfdə problem var. Yəni, həm bu məsələdə maraqlı ola biləcək şirkətlər tərəfindən problem var, həm idmançılar tərəfindən problem var ki, idmançılar özləri bilmirlər ki, misal üçün, mən sosial mediada bu qədər izləyicim var, mənim üçün stadiona bu qədər insan gəlir, mənim bu qədər insan izləyir, mənim haqqımda çıxan məlumatlar bu qədər insanlara, belə deyək, maraqlıdır və mən bundan bir gəlir əldə edə bilərəm. Bizim idmançılarımız bundan belə olar ki, bilirlər ki, belə şeylər eləyənlər var, misal üçün, başqa ölkələrdə yarışdıqları, görüşdükləri, tanışları başqa ölkələrdə bundan pul qazanır. Amma onlar fikirləşirlər ki, biz bundan burada pul qazana bilmərik. Amma biz ondan maraq formalaşdı, hansısa bir layihədə iştirak edəndən sonra artıq başa düşürlər ki, mən buradan əgər bu günləri tutaq ki, hansısa bir idman klubunun üzvüyəm, idman klubundan bir ayda aldığım maaşı mən 1 saat vaxtımı sərf eləməklə qazandımsa, demək həmən buna diqqət ayırmaqla bunu daha da çoxalda bilərəm. Və yaxud da ki, idmançılar fikirləşirlər ki, mənim karyer dövrüm var, bu karyer dövrü bitəndən sonra qutardı, getdi, amma sənin böyük bir izləyicin vardı. Sən karyeri bitdikdən sonra bir markasan, siz bir brendsən və bu brendi sən yenə də sata bilərsən. Bugünlər tutaq ki, David Beckham futbolu qutarıbdır, pul qazanmır və yaxud da digər idmançılar da deyə bilərik ki, nə qədər sima saya bilərik ki, sizdən idman karyeraları bitibdir, amma hələ də pul qazanırlar, reklamdan markalar üçün maraqlı simalardır. Yerli markalar var, yerli brendlər var, siz də onlar üçün, yəni bizim idmançılarımız da onlar üçün maraqlı bir simalardır. Burada qalır digər məsələ ki, bunun peşəkar şəkildə markalaşması, brendləşdirilməsi, markaların maraq dairəsinə aparılıb qoyulması və markalarda maraq formalaşdırılması. Bu məsələlər var və digər məsələlər də var ki, idmançılarla işləmək təbii ki, hər marka üçün asan bir şey deyil. Bayaqlar verilişdən əvvəl də sizin barədə danışdıq. Yəni, bir marka üçün idmançı ilə işləmək hər zaman belə deyil, təhlükəli bir nöqtədir. Çünki idmançının karyerası ilə bağlı problem ola bilər, şəxsi həyatı ilə bağlı bir problem ola bilər və yaxud da uğurlu bir idmançıdır, hansısa bir vacib bir yarışda uğursuz ola bilər, bu markanın adına müəyyən qədər istədiyi hədəfə çatmalıqda problem yarada bilər. Ona görə markalarda istər-istəməz idmançıları seçəndə çox diqqətli olmağa çalışırlar. Çox maraqlıdır və son olaraq
bu mövzularda əslində biraz məlumatsızam bu barədə. İnsanlar da yəqin ki bilmir. Məsələn, klublar və federasiyalarla bağlı vəziyyət necədir? Yəni idmançılarına icazələr verilirmi? İdmançılarına işləmə imkanı verilirmi? Və yaxud da hansısa sponsorluqlar gəlirlər olarsa orada kluba məxsus olur müəyyən bir qazanc, yoxsa sırf idmançı özü üçün istədiyi sponsoru götürə bilər? Bayaq verilişin əvvəlində danışdıq. Problemlərdən biri dediyimiz, o əsas problemlərdən biri də bizim ölkədə federasiya olsun, klubların özləri olsun, bürokratik problemlərin yaratmasıdır. Yəni baxdığımızda bir çox federasiyanın idmançılarla heç bəlkə də xəbərləri olmadan onların imzayətlərini sponsor gələcək şirkətə satırlar. Və idmançılar sabahlar hardansa bir reklam gələndə bu məsələdə artıq belə deyək də bundan fürsətdən istifadə edə bilmirlər. Çünki federasiya ona icazə vermir ki, sən tutaq ki, mənim filan marka ilə sponsorluğum var, sənin imzayətin məndədir, mənim icazəm olmadan sən hansısa bir başqa bir markanın sponsorluğu reklam edə bilməzsən. Yəni bu məsələlər çox böyük problemlər var. Çox təəssüf ki, həm futbol klublarımızda bu məsələlər var, digər idman federasiyalarında da bu məsələlər var ki, federasiya rəhbəri ilə, tutaq ki, marketinq rəhbəri ilə görüşsə, deyir ki, mənim filan idmançılarım var. Deyirəm ki, onun ümumi səndə deyil, axı ondan necə markaya təklif edə bilərik də. Hə, ola bilər, tutaq ki, sənin federasiyanın sponsorudur, reklam çarxı çəkir, hə, orada gəlir qarşılama, amma həmin şirkət o idmançının da müəyyən haqqını verməlidir və yaxud da federasiya olarsa ona müəyyən bir haqq ödəməlisən. Markada reklam elədiyinə görə. Yəni burada misal üçün tutaq ki, X bir marka, federasiya hansısa bir federasiyanın sponsorudur. Başqa bir marka gəlib idmançıya çıxır ki, mənim markamın üzü olğundan burada problem yaşayırlar. Yəni burada hüquqi tərəfdən necə olmalıdır? Yəni o müqavilədə onda o. Yəni hətta müqavilədə belə ki, idmançının xəbəri olmur və yaxud da ki, futbol klublarında belə bir şey vardı ki, tutaq ki, maaşın müəyyən bir hissəsi imsirayət tərəfindən bağlanıb, imsirayət hüququ olaraq ona ödənilirdi. Klub da deyirdi ki, mən sənə imsirayətə görə ödəniş eləyirəm. Ona görə mən harda istəyirəm, necə istəyirəm, sənin imsirindən istifadə edə bilərəm. Bəs futbolçunun özünün müstəqil sponsor gələrsə, orada artıq problem yaşayır. Əgər idmançının, futbolçunun klubu ilə imsirayət müqaviləsi varsa, başqa bir marka seçəndə klubla danışır, həmin şirkət kluba da ödəniş eləyir. Amma imsirayət özündə olanda tutaq ki, artıq onunla bağlı klub heç bir hüquqa malik olmur. İdmançı gedib rahat bir şəkildə, tutaq ki, bir dənə case deyə bilərəm, öz fəaliyyətim dövründə reklam olacaq Samsung şirkəti o vaxt Emin Mahmudova çıxmışdı ki, biz reklam roliki çəkəcəyik. Bununla bağlı bəs kluba da çıxmışlar. Deyir, qardaş, futbolçu ilə danışın, Eminin imzayəti özündədir. Rahat bir şəkildə gəlsin, reklamının da, yəni lazımsa, Emin ki, siz danışın, danışdıq. Yəni ödənişini aldı. Rahat bir şəkildə işini gördü. Onda Emin o mövzuda belə deyək, çox ağıllı olub da vaxtilə. Bəli, yəni idmançı çox tək-tük idmançılar deyə bilər ki, bu məsələlərə çox diqqətlidirlər də. Yəni bu məsələ misal üçün bir case də deyə bilərik. Federasiyanın vaxtilə hünər qrupunun yaşadığı problem deyə bilərik. Misal üçün hünər qrup reklam roliki çəkmişdi. Orada milli komandanın formasında olan idmançılardan şəkillərindən istifadə etmişdi. O vaxt böyük bir, yadınızdadırsa, böyük bir problem formalaşmışdı. Çünki federasiyada götürüb milli komandaya çağırılan idmançılar, futbolçularla imsirayət müqaviləsi bağlayırdı. Amma artıq hüquqi məsələ. Orada bizdə artıq klublarda da problem yaşayırdıq. Klublar da onda problem yaşayırdı. Çünki bir vaxt belə bir məsələ olmuşdu. Federasiyanın avtomobil şirkəti ilə sponsorluğu var idi. Bizim futbolçunu onlar həmin reklam rolikini, markanın reklam rolikini çəkmək istəyirdi. Biz federasiya dedik ki, okey, biz icazə vermirik klub olaraq. Çünki bizim də avtomobil şirkəti var, hal-hazırda danışıq aparırıq. Sabah biz də onu çəkmək istəsək necə olacaq? Yəni desək ki, bir futbolçu bu markada da reklam eləyir, bu markada reklam eləyir. Necə ola bilər? Hansı marka onlara gedər? Başa düşdüm. Rüstəm, son sual IQ Sport olaraq və bu işlərdə artıq belə deyək də ciddi səylər göstərən biri olaraq qarşıda hansı hədəflər var yaxın müddətdə və ümumilikdə bu işin, bu mövzunun gələcək perspektivini 3 il, 5 il sonrasını necə görürsən? Yəni perspektiv baxımından danışsaq bu sahə bizdə hal-hazırda inkişaf etməkdədir.
Artıq universitetlərdə baxırsan ki, bu məsələlərə diqqət yetirirlər. Bu sahədə artıq cavanlar gəlir, maraq göstərir. Şirkətlər idman marketinqinin nədir, bunu anlayırlar. Geri dönüşlər əldə etdikdən sonra maraq formalaşır. Yəni bizim perspektivin həqiqətən çox yaxşı belə deyək də görürük. Yəni bu işin içərisinə girmişsə sona qədər getməyə çalışacağıq və gedəcəyik də. Perspektivi yaxşı görürük. Yəni inkişaf görürük desəm ki, inkişaf görmürük. Yox, inkişaf görürük. Böyük bir inkişaf sürəti ilə bağlı biraz problem var ki, biraz futbolda və ümumiyyətlə idmana sponsorların cəlb olunması ilə bağlı biraz dövlət dəstəyi də olsa, hansısa bir klublar, federasiyalar, idmançılar bu məsələyə biraz da peşəkar yanaşmağa başlasalar, perspektiv daha sürətli gedəcək. Amma hal-hazırda istədiyimiz sürətdə deyil, çox ləng inkişaf eləyir. Amma perspektiv var. Yəni dediyim kimi, bayaq da dedim ki, Azərbaycanda reklam bazarı var. Əsas olan odur ki, sən onlara fikrini izah edə bilərsən. Reklam verənə fikrini izah edə bilərsən ki, bundan istifadə edə bilərsən və düzgün ona çatdırasan. Ən azından şirkətin nə istədiyini sən bilməlisən. Sən onun nə istədiyini biləndən sonra sən ona istədiyi yolu göstərə də bilərsən, tapa da bilərsən. Hansısa bir layihə ilə də gedə bilərsən ki, onun üçün uğurlu ola bilər. Və bu əgər bir dəfə uğurlu olacaqsa, bu davamlı olaraq yenə də bu sahəyə maraq göstərəcəkdir. Perspektiv görürəm, o ki qaldı layihələrlə bağlı. Təbii ki, fəaliyyətimizi genişləndirmək haqqında düşünürük. Artıq müəyyən bu istiqamətdə işlər görürük. Bu yaxınlarda Gürcüstanda keçirilən oyunun belə deyək də Azərbaycan tərəfinin təşkilatçısı biz idik və belə bir turnirin Bakıda keçirilməsi istiqamətində də işlər görürük. İndi danışıqlar gedir, müzakirələr gedir ki, hansı formada, necə eləyək, hansı komanda gəlsin bura. Biz burada daha çox bir komandanı yox, turnir şəkildə bir şey eləməyə fikirləşirik. İndi bu istiqamətdə danışıqlarımız gedir. Misal üçün, idmanın təhsili ilə bağlı bir məsələ var. Bizim bu Gürcüstandakı partnyorumuzla birlikdə danışırıq ki, bu günləri Azərbaycanda idman menecmentinə böyük bir maraq formalaşmağa başlayıbdır. Bu tək Azərbaycanda, bu Gürcüstanda da var, amma bunu gedib Avropada oxumaqdakı Barselonada gedib Cruyff Universitetində oxumaq çox böyük belə deyək də xərc tələb eləyir. Bunu necə biz regiona gətirə bilərik ki, Azərbaycan və Gürcüstanda olan insanlar rahat bir şəkildə burada oxusunlar, həm Cruyff Universitetini qurtarmış olsunlar, həm maddi cəhətdən daha aşağı məbləğə oxuya bilsinlər. Bu istiqamətdə təhsillə bağlı belə bir layihəmiz var, bunun üstündə işləyirik və digər cəhətdən də təbii ki, digər formada da idmançıların sayını artırmaq istiqamətində də çalışırıq ki, bu idmançıların sayını artıraq və onlara təbii ki, sponsorlar cəlb eləyək. Fikirləşirik ki, bu istiqamətdə 1, 2, 3 böyük layihəyə imza ata bilsək, bu üçün nəzərdə tutduğumuz bir böyük layihə var. O layihəni həyata keçirə bilsək, artıq idmançılar özləri gələcəklər ki, biz də işləmək istəyirik. Çünki biz kiçik layihələr həyata keçirmişik hələ ki, idmançılarla. Böyük məbləğdə bir sponsorluqlar olmayıbdı. Amma bu hal-hazırda indi bir danışıq gedir. O alınsa, böyük məbləğdə bir sponsorluq olsa, bu hesab edirəm ki, idmançılar artıq tam olaraq başa düşəcəklər, anlayacaqlar ki, mən bundan öz nüfuzumdan istifadə edə bilərəm. Niyə istifadə edim? Gedim müraciət edeyim, xidmət alım və bunun nəticəsində mən də pul qazanım. Münasibət tamamilə dəyişəcək də bir uğurlu layihə. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Azər, çox sağ ol. Maraqlı mövzulara toxunduq. Geniş, uzun bir mövzudur. Biz bugün idmanımız və idman insanları üçün çox maraqlı mövzudan danışırdıq. İdmanda media və marketinq bu sahədə ölkəmizdə ilk yeganə agentliyin rəsmisi bizimlə idi. Görüşərik, hələlik.